28 nömrəli Uşaq Musiqi Məktəbinin tədris hissə müdiri İlahə Mirzəyevanın səs yazıları yayılıb. İddialara görə səs yazıları həmkarları ilə söhbət zamanı edilib. Bəzilərini özü məktəbin WhatsApp qrupuna atıb. Paylaşılan səs yazılarından başqa təhdidlərin, psixoloji təzyiqlərin və nalayiq ifadələrin səsləndiyi səs yazılarının da mövcud olduğu iddia edilir. Ümid edirik ki, Mədəniyyət Nazirliyi, Mədəniyyət Baş İdarəsi edilən şikayətlə bağlı araşdırma aparıb, həqiqətin üzə çıxmasında yardımcı olacaqlar. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Yəni, burada təhlükəli, tez olmadan durdu məndən hələ danışıb, dövlət quruluşudur, gözüm ayrı dövlət quruluşudur, dövlət quruluşunu da edəcək. Hər şey sözünə ağabaqdır. Sən heç tanıyırsan mən kimə? Mən yemişəm, sən dövlət quruluşudur, box deyib dövlət quruluşudur. Nə yiyəcəksin sən mənə? Nə yiyəcəksin sən mənə? Başa heç görürəm sənə, sonra. Mən istifadə etiraz edəm orada. Mən dostluğumu eyləndim, mən yardım edəm. Mən anasını bastırıram içəri. Bəli, mən özüməm. Mən yedirtməyi bilirəm, amma mən yedirtməyi qusturmağı da bilirəm. Kontingent yeni dünəndən yesin. Dünəndən yesin. Mənə heç nə olmayacaq, nə olacaq sizə olacaq. Və yenə deyirəm sizə, hardan təzyiqlər gəlib, nələr gəlibdir. Üstümdə Allahım var, heç nə gəlməyəcək. Mən İlahə xanımam, İlahə müəlliməyəm. Açın qulağınızı eşit. Xoşu gəlməyən, dursun buranızı tək eləsin ki, gözüm görmür. Mühendisiz, ben alacağım. Bildik sıralarız. Onun dilinden sıralarız. Ben sözledim. Ense kapıda merdivene basmamızı. Merdivene burada söz yazacağım. Gelerek ağzı derarak diline yapsın. Hadi çağırdım. Benim ağzını çəkebilirsən, müstəfi qanında çəksin. Çəkebilirsən, mən nə istəmək olmuyorum. Mənim ağzını çəksin. Mən özüm 6 saatını ilavə yazdım, yorumlarla qaldım. Səsini çıxmadı, məktəbə yoxlama götürüm. İşimlə götürüm. Mən özüm 6 saatını ilavə yazdım, 1 saatda toplamaq. Başımız ağrıdı. Onsuz da nə qədər çox bilsə, bizdən çox bilməyəcəksiniz. Düzdür, hər şeyin yolunu. Bugün elə bizə ailələrlə işləyir, başa düşdüm, mən idarədə baş tərbiyyəsi ki, məktəb insanı üçün evi 28 nömrəli qurban eləmək. Elə buramı qurban. Qamanı dəyişim. Yəni, bu dərslərini mənim başımda deyil. Burada başıma bir geçsinizdən Allah deyil. Salam müəllimlər. Müəllimlər, bu seçki ilə bağlı olan məsələdir, biz sizə müraciət edirik. Məktəbin məsələsi deyil, bir şeyi 10 dəfə sizə deyək, 100 dəfə sizə deyək. Necəli sizə çatmır ki, bu lazım olan bizə məlumatı verin. Hansı məntəqədəsinizsə, Azərbaycan vətəndaşısınızsa, hansı məntəqədəsinizsə, deyin bizə ki, haradasınız. Lazımdır, biz veririk yuxarıya, hamısını məlumat getməlidir. Yox, özünüzü müəllim saymırsınızsa, rədd olun onda.